Bilirəm ki, məndən həmişə praktik videolar gözləyirsiniz. Bizim bugünkü videomuz da onunla bağlıdır. Əgər övladınızda diqqət əksikliyi varsa, o zaman bu oyun mükəmməl bir oyundur. Beyin yandıran bir oyundur. Həqiqətən hətta siz böyüklər özünüz də tətbiq etsəniz görəcəksiniz ki, nə qədər beyni işlədən bir oyundur. Diqqət əksikliyində də məqsədimiz odur ki, diqqətlə bağlı olan, zəif olan həmin o hissəni aktivləşdirək və beyni yaxşı mənada işlədək ki, diqqətimiz də güclənsin. Oyunumuzun adı Tayfun oyunudur. Hazırsan Amin? Bəli, hazır. O zaman getdik. Oyunumuz Tayfun oyunu, ona görə də Tayfun sözündən başlayacağıq. İndi hansı aydır? Tayfun oyunu. Adın nədir? May. Hayri hansı cizgi filminə aiddir? Amin. Quşlar hansı fəsildə uçub gedir? Nafidan Tayfun. Neçə yaşın var? Qış. Müəlliməvin adı nədir? 9. Dişini nə ilə fırçalayırsan? Xəyalə. Əynindəki köynəyin rəngi? Diş fırçası. İşıqforun neçə rəngi var? Qara. Ən böyük ulduzun adı? 3. Taxta qaşığı materialı? Günəş. Mio deyən heyvan hansıdır? Taxta. At fiquru hansı oyuna aiddir? Pişik. Bir şirniyyat adı söylə. At. Şahmat. Xeyir sözündə neçə hərf var? Konfet. Əlifbanın 3-cü hərfi. 5. Neçə əlin, neçə ayağın var? C. Qırmızı rəng işıqforda nə deməkdir? 2 əlim, 2 ayağım var. Paltarı kim tikir? Stop demək. Paltarı nə ilə yuyuruq? Dərzi. 3 + 5 neçə eləyir? Paltaryanla. Toplanma hansı fənnə aiddir? 8. Qapını nə ilə açırıq? Riyaziyyat. Sulu meyvə adı söylə. Açar. A hərfli insan adı söylə. Alma. Atanın adı nədir? Amin. Neçənci sinifdə oxuyursan? Şəhriyar. Palto hansı fəsildə geyilir? 3. Hovuza nə vaxt getmək olar? Qış. Qarpızın rəngi nə rəngdir? Yay. Super Amin. Amin alqışlayaq. Aferin balama.